Davam edirik. Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində əməkdar incəsənət xadimi, şöhrət ordenli dirijor Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru Elboris İsayev yubilyari əlamətlər günü münasibətilə təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətində əvəzsiz yeri olduğunu vurğulayıb. Qeyd edib ki, Ağaverdi Paşayevin yaradıcılığı milli musiqi irsinin çağdaş dövrdə yaşadılmasına, təhsil və mədəniyyət arasında möhkəm körpünün qurulmasına mühüm töhfə verib. Xalq artistinin fəaliyyəti yalnız sənət uğurları ilə məhdudlaşmır, eyni zamanda gənc nəslin estetik zövqünün formalaşmasına, milli mənəvi dəyərlərə bağlı kadrların yetişdirilməsinə xidmət edir. Elboris İsayev Ağaverdi Paşayevin nümunəvi həyat yolunun və zəngin təcrübəsinin gənclər üçün əsl örnək olduğunu diqqətə çatdırıb. Rektor yubilyara Naxçıvan Dövlət Universitetinin fəxri fərmanını və universitet kollektivi adından müxtəlif hədiyyələr təqdim edib. Sənətşünaslıq elmləri doktoru, dosent, əməkdar müəllim İnara Məhərrəmova xalq artistinin həyat və yaradıcılığına həsr etdiyi məruzəsində onun şöhrət ordeni ilə yanaşı Qızıl Cəng beynəlxalq mükafatı və Humay mükafatı laureatı olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 50 ildən artıqdır ki, musiqi sənətinə xidmət edir. Prezidentin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin Xalq Çalğı Alətləri kafedrasının müəllimi Əkrəm Məmmədli yubilyarla bağlı xoş xatirələrini bölüşüb. Bildirilib ki, Ağaverdi Paşayev və sənətkar kimi çoxsaylı uğurlara imza atıb və sənətdə öz sözünü deyib. Tədbir bədii hissi ilə davam edib. Sonda yubilyar diqqət və qayğıya görə universitet kollektivinə təşəkkürünü bildirib. Xanım Rüstəmzadə, Akşin Məhərrəmov, NTV Xəbər.